dənə bilet satılmışsa, bugün ilk günümüzdə 50 plus satılır. Aa, maşallah valla. Maşallah günümüz. Sənə paylaşmamışıq ha Yine o birinci konserte video ile paylaşkanımız biz. Yadında mı? Hələ onda Video ile paylaşkanımız. Bu vakti videosuz da Bəli. Ayğanım. Dua oxuyursan qardaş. Çağırırlar. Ya burada Ayğanım'a teşekkür söylüyorum da. Üzüllər paylaşmayın deyə tamam. Hə qardaş. Necə? Kutlu olsun. Bəli. Necə? Bəli. Nə necə? Nə dediniz? Kim nə dedi ki? O kimin qarnın qurulsun səsidir? Yəni deyil. Arva. Ruh var da ruh. Aha. Yani Yemək yazıblar, yemək olacaqmı? Bəli, olacaq. Müəllim bir də deyirlər ki, səhnəni hündür etmək lazımdır. Hə, bu gün elə bir nəfər dedi yayımda mənə. Onun Nə? fikrin, yəni hörmətlə yanaşıram. Bir 3 metr qaldıracam yuxarı. İnşallah. Səhnəni. Ne? Səhnəni 3 metr qalxacaq yuxarı. qaldıracaq yuxarı. Nə güldü? Bəli. Nə güldü? Kim nəyə güldü? Doğru da çünkü o aşağıda o insanları görmedik de yine kalksa Necə? ya güzel. Ay müəllim, nə danışırsınız? Mən üzü qorxuram. Niyə? Mən nə deyirəm ki? Bu başa düşə bilmirəm axı. Allah bu dəqiqədə sözüm nə danışıram onu bilmirəm. Düz ya bilmirəm. Şaka yapıyor da. Doğru mu? Şaka yaptığımızın ili seriozla kalkar mı? Yox, qalxır. Hara qalxır? Yuxarılara. Hara kalkar o? Yox. Ay müəllim, səhnə qalxır da. Səhnə nətər qalxır? Ay müəllim, qaldıracaqsınız da səhnəni. Amma mən səhnəni nətər qaldırım? Ay müəllim, usta qaldıracaq da. Hə, elə qalxacaq səhnə. Mən sizə deyirsiniz. Harakan kimi dayı deyiləsi deyil ki. Yox, səhnə qalxacaq bu dəfə. Hər şey Bəlkə, ay müəllim, mən deyirəm ki, bəlkə deyirəm şax, deyirəm konsertin başlanğıcında hörümçək adam kimi geyinsin, bəlkə yuxarıdan düşsün. Sonra desinlər ki, halkdan biri. Konsertin başında yıkılıp düşüp doğulduyu öldü degen şey olur da. Allah eləməsin ha, sənə gələn düşmənlərimə yetsin. Allah eləməsin. Allah eləməsin. Qulağımı çək. Hı? Çək qulağını. Böyle yap. Hı. Şey. Ne oldu? Qaytarma yine. Tamam, güzel. Teşekkür ederim. Rahmet dostlar. Allah razı olsun. Varlıklarınıza. Vakti bir ömüldür. Biliyoruz beni yeri. Şimdi o... Vay. Aha, satın aldıysa 100 lira. Sabah çattırmalarınız var indi ha. Biriydi şu. Sevda vakti bir. Demek böyle. Kardeşlerim, bacılarım, inşallah Mart'ın 21'i yine de Ayğanım, rahmet. Yine de bizim Grand Amor restoranda yani Baku'da ikinci defa güzel konsertimiz olacak. Orada yemekler falan hepsi inşallah elite konsert olacak. Bahaları, kıymeti yani